Salam hörmətli izləyicilər. Bugün astroloqların açıqladığı maraqlı proqnozlardan danışacağıq. Mütəxəssislərin fikrincə bəzi bürclər üçün çətin və ağır enerjilərlə dolu dövr artıq sona çatmağa başlayır. Uzun müddətdir davam edən stres, gərginlik və daxili yorğunluq yerini sakitlik, sevgi və mənəvi rahatlığa verəcək. Astroloqlar bildirirlər ki, qarşıdakı günlər bəzi insanlar üçün həyatın yeni və daha xoş mərhələsinin başlanğıcı olacaq. Xüsusilə 3 bürc nümayəndəsi üçün şans qapıları açılır və onların həyatında böyük dəyişikliklər baş verə bilər. İlk olaraq xərçəng bürclərindən danışaq. Son aylarda xərçəng bürclərinin həyatında emosional baxımdan çətin anlar yaşanıb. Onlar özlərini bəzən yorğun, bəzən isə anlaşılmaz vəziyyətlər içində hiss ediblər. Ailə daxilində yaranan xırda problemlər, münasibətlərdəki soyuqluq və gələcəklə bağlı narahatlıqlar onların ruh halına ciddi təsir edib. Lakin astroloqlar bildirirlər ki, artıq bu çətinliklər geridə qalır. Yaxın günlərdən etibarən xərçəng bürclərinin həyatında sakitlik və rahatlıq dövrü başlayacaq. Ailə münasibətlərində istilik yenidən geri dönəcək, küsüllər barışacaq və ev daxilində daha mehriban atmosfer yaranacaq. Əgər uzun müddətdir həll olunmayan ev, mənzil və ya köç məsələləri varsa, bu problemlərin də müsbət istiqamətlə həll olunacağı gözlənilir. Astroloqlar hesab edir ki, xərçəng bürcləri yaxın vaxtlarda özlərini daha güclü, daha xoşbəxt və daha rahat hiss edəcəklər. Digər şanslı bürc isə tərəzilərdir. Tərəzi bürcü daim həyatında balans və harmoniya axtaran bürclərdən biri hesab olunur. Son dövrlərdə iş həyatı ilə şəxsi həyat arasında yaranan gərginlik onların psixoloji vəziyyətinə təsir göstərmişdi. Bəzi tərəzilər qərarsızlıq, yorğunluq və motivasiya itkisi yaşayırdı. Amma astroloqların proqnozlarına görə artıq vəziyyət dəyişir. Qarşıdakı günlərdə tərəzi bürcləri öz həyatlarında uzun zamandır axtardıqları rahatlığı tapa biləcəklər. Onların həm emosional, həm də fiziki baxımdan daha enerjili olacağı bildirilir. İş həyatında gərginlik azalacaq, şəxsi münasibətlərdə isə daha çox anlayış və sevgi olacaq. Subay tərəzilər üçün isə maraqlı bir dövr başlayır. Astroloqlar bildirirlər ki, onların həyatına xüsusi biri daxil ola bilər və bu münasibət gələcəkdə ciddi və xoşbəxt birlikçiliyə çevrilə bilər. Tərəzilər üçün qarşıdakı günlər ümidverici və sevindirici görünür. Balıq bürcləri də astroloqların diqqət mərkəzindədir. Uzun müddətdir qeyri-müəyyənlik içində olan balıqlar üçün yeni mərhələ başlayır. Son aylarda yaşanan yorğunluq, daxili sıxıntı və bədbin düşüncələr artıq yavaş-yavaş geridə qalacaq. Astroloqlar hesab edir ki, planetlərin müsbət enerjisi balıq bürclərinin həyatına təsir etməyə başlayıb. Bu təsir nəticəsində onların ürəyində saxladıqları böyük arzuların gerçəkləşməsi mümkündür. Balıq bürcləri özlərini daha rahat, daha güvənli və daha xoşbəxt hiss etməyə başlayacaqlar. Uzun müddətdir alınmayan işlərdə uğur qazanmaq, şəxsi həyatda rahatlıq tapmaq və daxili huzura çatmaq ehtimalı yüksək qiymətləndirilir. Astroloqlar bildirirlər ki, bu dövr balıqlar üçün həm mənəvi, həm də emosional yenilənmə mərhələsi olacaq. Ümumilikdə astroloqlar qeyd edirlər ki, qarşıdakı günlər bəzi bürclər üçün yeni başlanğıclar, sakitlik və xoşbəxtlik gətirəcək. Həyatda yaşanan çətinliklərdən sonra gələn rahatlıq insanlara yeni motivasiya və ümid verir. Ən vacibi isə daxili hüzuru qorumaq, pozitiv düşünmək və gələcəyə inanmaqdır. Siz də bu bürclər arasındasınızsa, görünür qarşıdakı günlər sizin üçün daha uğurlu və daha xoş keçə bilər. Videomuzu bəyəndinizsə kanala abunə olmağı və videonu paylaşmağı unutmayın. Yeni maraqlı xəbərlər və astroloji məlumatlarla yenidən görüşmək ümidi ilə